Mənim dədəm arvadının tursiyini aparan satan bir kişi olubdu. Başa düşdünüz? Başa düşdünüz? Bu belə. Apardı arvadın sandığından tezə tursiyaları aparıb verirdi damara, damara dəyişirdi, bir dənə iğnəyə dəyişirdi. Mən travmalı böyümüşəm, mən belə böyümüşəm. Başa düşdünüz? Mən travmalarım var, uşaqlar, siz məni anlamırsınız, siz məni başa düşmürsünüz. Mən nələr yaşamışam, nələr görmüşəm, nələr çəkmişəm. Hələ mənim anam nələr çəkib. Anlayırsınız məni siz? Əməlli başda açırdı, qoyurdu qabağına, qabağımızda. Orada iğnə axtarırdı, tapırdı, damar tapırdı, vururdu ora. Narkoman ən konçinli insandır. Başa düşdünüz? En sonuncu insandı. Bir insan ya damara gitti ya daldan gitti. Fərqi yoxdur. Mən sizə deyirəm, inanın. Narkoman kimi yalancı, narkoman kimi oğru, narkoman kimi nə bilim sonuncu insan tanımıram mən. Bir otaqda qalırdıq. Bir dənə otağımız var idi. Bir də halımız var idi sahənin ortasında. Damar tapırdı qolunda, qənədində, orasında, burasında. Açırdı orasını, burasını, qoyurdu qabağına. Orada deyib, işəlirdi. Orada bir damar tapırdı, orasına vururdu. Bax, yeri göğü yaradana and olsun. Allah haqqı. Qolunda damar tapırdı. Damar çıxmırdı. O qədər iğni işləyirdi ki, damar işləyirdi ki. Çıxmırdı damar. Orasını açırdı, qoyurdu. Mən də baxırdım belə. Nağarım. Allah uzaq eləsin. Allah hamınızın evindən uzaq eləsin. Başa düşdünüz? İndi Allah'a şükür, elə şeylər yoxdur. Allah Azərbaycan polisimizi qorusun. Allah Bərdəmizin rəisinin canını sağ eləsin. Allah bütün polislərimizə can sağlığı versin. Yaxşı ki bu polislər var. Allah haqqı. Yaxşı ki Azərbaycan polisi var. Bu harınlayan var ya, harınlayanlar, Azərbaycan polisini bəyənməyənlər, qudurmuşlar. Onlar da elə Azərbaycanda elə ən sonuncu insanlardan biriləridirlər. Azərbaycan polisinə qurban olum, Azərbaycan polisi olmasa, vallah harınlayıb yeyərlər bizi. Harınlayıb, lalıqlayıb yeyərlər bizi. Nəinki bizi, elə sizi də. Başa düşdün?